Ты пришел. Наташа, ты пришел? Ну, перевосходительно. Herkesi güldürən oğlan indi ağlatdı. Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. Cabir İmanov 1992-2001-ci illərdə Parni iz Baku KVN komandasının üzvü, 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci ildə KVN Əsrin çempionu olub. 2001-ci ildən Planet Parni iz Baku KVN teatrının aktyoru olan Cabir, 14 sentyabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb. 16 oktyabr 2021-ci il tarixdə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə tərəqqi medalı ilə tərtib olunub. İxtisasca iqtisadçı və hüquqşünas olan Cabir İmanov 1999-2018-ci illərdə Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyərək polis polkovnik leytenantı rütbəsinə qədər yüksəlib. Vəfat etdiyi günə qədər isə DTX Mədəniyyət Mərkəzinin rəisi olub. Cabir İmanov ailəli idi və 4 evladı var. Allah rəhmət eləsin.